Əzizlərim, bu yaxında mən bir dodaq boyası tərifləmişdim və demişdim 03 nömrəsini tapmamışam. Belə bir aldım Aliviyadan. Bunları Nərimanovdakı Aliviyadan almışam və bunu tərifləyirdilər. Deyirdilər ki, Rus blogerları, bunu da bu arada deyəsən Rus blogerlarını da görmüşdüm, yanılmamısı. Həqiqətən qəşəng Rus bloger deyəndə elə yəni Rus dilli blogerlar. Bir parıltılı göz boyası var ya, bu hardan açılır, indi açacağım sonra. Kikonun, deyirdilər ki, ona identikdir, alternativdir, muadildir. İndi baxarıq. Açdım bu arada. Ne deyirlər? Baxaq. Düzdür, qiymətidir. Filan da hamısını mən bundan önceki vlogların birində həm TikTokda, həm də YouTube'da göstərmişəm. Qiymətlərini də orada göstərmişəm, elə mağazində də çəkmişəm. Bu barədə də, bunu təriflədiyim barədə də həm TikTokda, həm YouTube'da videolar araşdırıb baxa bilərsiniz. Bunun nömrəsi 02 Divaj. Divaj Demono. Divaj bilmirəm, Rusiyanın ya Belarusiyanındır. Yanılmamısı Belarusiyanındır. Əslində Ruslar o Kikonu çox tərifləyirlər. Rus dilli blogerlarda, yəni Ruslar, Ukraynalar, Belaruslar, çox Ruslarla Belaruslar. Getdim, baxdım, demək olar elə burada baxın əlimdə necədir. Da elədir və var zəif parıltılı olan, o biraz ucuzdur. Kikodakı qiymətləri də Kikodan öyrənərsiniz. Ona karşı hiç kaybetmedim. Çünkü saçlarım için benim tercihim dünyanın bir numaralı erkek. O da bu. Clearman artık çok daha güçlü. Və keçək 03 nömrəyə. Açım. Aça bilsən. Gözləyin, açım gəldi. Açdıq. Dodaq rənginə uyğun, hardasa qəhvəyi ilə, çəhrayının gül qurusu rənginə, tipdə bir rəngdir. Məndə 4 və 6 var. İnandırım ki, 4 və 6-dan çox da fərqlənmir. Amma bu bir qədər... İlk baxışda fərqlənmir, amma belə götürəndə əlbəttə ki, ayrı-ayrı tonlardır. Əlbəttə ki, əldə həmişə dodaqdan daha çox tünd görünür. Bunu da nəzərinizə çatdırın. Deyirlər burada. Vallahi burada da tündür.